Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün sizi elə bir evlə tanış eləyəcəm ki, inanın ki, bu evimiz heç bir həftə satışda qalmayacaq. Məni izləyən izləyicilərim bilir ki, təqdimatda videonun əvvəlində belə deyirəmsə, həqiqətən də o ev bir həftəsi tamam olmamış artıq satılır. Səbəbi də budur ki, həm şəxsi tikilidir. Hazırda evdə yaşayış var və üstəlikdə evin bəzi əşyaları ilə birlikdə satılır. Evin keyfiyyətinə də söz ola bilməz. Videonu sona kadar izleyin. Evin bütün məlumatları videomuzun daxilində qeyd olunur. Xahiş olunur kanalıma abunə olmağı, videolarımı da bəyənməyi unutmayın. Çəkilişə gördüğünüz kimi evin qonaq otağından başlamışam. Evimizin yerləşmə yeri Zabrat qəsəbəsidir. 75 saylı orta məktəbin yaxın məsafəliyində yerləşir. Videonun sonunda evin həyəti ilə sizi tanış eləyəcəm. Ümumilikdə 2 sot torpağın içindədir. 2 mərtəbəlidir, 4 otaqlıdır, 180 kvadrat evin ümumi sahəsidir. 2 və yaxud 3 ailənin tam rahatlıqla yaşaya biləcəyi evdir. Hər mərtəbənin hamam sanitar qovşağı var. Birinci mərtəbədə evin mətbəxi, dəhlizi və hamam sanitar qovşağı istipoldan ibarətdir. Az öncə qeyd elədim, satış zamanı evin əşyalarının bəziləri qalacaq. Bunu da inşallah gəlib evə baxan zaman evin sahibinin özü ilə danışacaqsınız. Mərtəbə arası monolit betonlanmadır. 4 bir tərəfdən qoşa daşından tikilib. Mərkəzi kanalizasiya sistemi var. Evdə istilik sistemi kombidir. Gedək ikinci mərtəbəmizi göstərim. Videonun sonunda da evin həyəti ilə sizi tanış eləyəcəm. 2 sotda yerdən də kürsüdə tikilib. İkinci mərtəbənin dəhlizindən həm evin balkonuna çıxmaq olur, həm də çardaq hissəsinə girişi var. Qazı, suyu, işığı daimidir. Kommunallarının hamısı var. Evin ikinci mərtəbəsində 3 dənə yataq otağıdır, bir dənə hamam sanitar qovşaqdır. Birinci mərtəbəmizdə isə bir dənə qonaq otağıdır, mətbəxdir və hamam sanitar qovşaqdır. Evin həyət yanı sahəsində də bir dənə əlavə kladovkası var. Bu da növbəti bir yataq otağı. Çəkiliş zamanı bəzi videolarda təngi nəfəsi oluram. Buna görə də yəni üzürlü sayın. Çünki ev 2 mərtəbəlidir və mən bir dənə video çəkmirəm. Bir neçə video çəkirəm deyə ona hər dəfə düşüb qalxmaq bir balaca yorucu olur. Bu da ikinci mərtəbəmizin yataq otaqları. Gidək evin həyətini də göstərim. Evimizin qiyməti 105.000 manat deyilir. Sənədi bələdiyyə sənədidir. İnşallah ki, real müştərilər olsa, qiymətdə də endirim olunacaq ev sahibi tərəfindən. Əlavə də nə sualınız olsa, zəng edin, məlumat alın. Əziyyət çəkib sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Həyətimiz tam iddaşdır. Həyətə də maşın daxil ola bilir. 2 mərtəbə, 4 otaq bəzi əşyalı, sənəd bələdiyyə, qiyməti 105.000 manat. İzlədiyiniz üçün təşəkkür edirəm.